Salam, bugün yəni 26 aprel tarixində keçirilən 9-cu siniflər üçün buraxılış imtahanının ingilis dili suallarının izahları. Gəlin 5-dən başlayaq. Xəbərdarlıq. The library will stop its work on Friday for a meeting with the famous writer. Kitabxana öz işini 5-ci gün məşhur yazıcı ilə görüş səbəbilə dayandıracaq. Please return your books by the end of Thursday. 4-cü günə qədər xahiş olunur kitabları qaytarın. The library will start its work on Monday. Deməli, kitabxana başlayacaq 1-ci gün səhər. Öz işinə 1-ci gün səhər başlayacaq. Yəni bazar ertəsi. Thank you for your understanding. Anlayışınız üçün təşəkkür edirik. Burada adı deyir ki, the last day for returning books is Monday. Kitabı qaytarmaq üçün son gün deyir, 1-ci gündür. Amma orada deyir ki, 4-cü günə qədər qaytarın. A yanlışdır. Readers are invited to participate in the meeting. Deyir ki, oxuyucular dəvət olunur orada iştirak etməyə. Yanlışdır, elə bir şey demədi. The library will not work for a few days. Bir neçə gün işləməyəcək. Əgər 1-ci gün açılacaqsa, deməli 4-cü gün nə qədər library stop its work on Friday. Deməli 5-ci gün dayanacaq. 5, 6, bazar, yəni bir neçə gün bu deməkdir ki, cavab C variantı bağlı olacaq, yəni işləməyəcək. Dear Mrs. Ridgewell, thank you for your kind invitation to dinner on Thursday, January the 9th. Əziz Mr. Ridgewell, təşəkkür edirik nazik dəvətiniz üçün, inci dəvətiniz üçün. Yəni deməli yanvarın 9-u 4-cü gün nahara dəvətiniz üçün təşəkkür edirik. Unfortunately, uğursuzluqdan Jack is away on business in Edinburgh. Jack Edinburgh'da biznesdədir. Yəni uzaqdadır. He will not return until Saturday. 6-cı günə qədər dönməyəcək. So we are not able to accept your invitation. Sizin dəvətinizi qəbul edə bilmirik. I am sure he is as sorry as I am to miss the pleasure of having dinner with you. Əminəm ki, o da mənim kimi sizinlə nahar etmək şansını qaçırdı, məmnunluğunu qaçırdığı üçün üzgün olacaq. Deməli, your sincerely Elizabeth Brown. Səmimiyyətlə Elizabeth Brown. Adı deyir ki, Elizabeth Brown is traveling to Edinburgh together with Jack. Onunla bir yerdə səyahət edib yanlışdır. Miss Ridgewell wants to change the date. Dəyişmək istəyir tarixi, elə bir şey deyilmədi. Miss Ridgewell accepts the kind invitation to dinner. Qəbul etmədi çünki. Jack accepts the invitation to have dinner. Yanlışdır. Elizabeth Brown apologized for not being able to accept the invitation. Elizabeth Brown deyir, üzrxahlıq edir qəbul edə bilmədikləri üçün. Cavab elə Y variantıdır. Dear Jane, I hope you are doing well. Əziz Jane, ümid edirəm ki, yaxşısan. Last weekend I went to the museum with my family. Keçən həftə sonu mən ailəmlə muzeyə getdim. The weather was sunny. Hava günəşli idi. So we went to the park from there and had a picnic. Və biz hava günəşli idi və biz orada parka getdik. Piknik etdik. We played games and took many photos in the Biz oyunlar oynadıq, bir çox şəkillər çəkdik. In the evening we are pizza at a small cafe near my house. Axşam biz deməli yedik deyəsən orada, yox. We ate pizza. Biz pizza yedik evimizin yanındakı kiçik kafedə. What about you? Bəs sən? Did you do something fun last weekend? Keçən həftə maraqlı nəsə etmisən? Best wishes Oscar. Ən xoş arzularla Oscar. Deməli, adı deyir ki, Oscar describes Jane how he spent his weekend. Oscar öz həftə sonu necə keçiribsə onu təsvir edir. Cavab ilə adı. B-də deyir ki, Oscar invites Jane to eat pizza, dəvət etmir. Oscar sent Jane his family photo göndərib, xeyr. Jane will meet Oscar to go as a museum. Yox, Jane met Oscar's family, xeyr. Cavabımız oldu A variantı. Keçək növbəti suala. For many years, some people in North America have reported seeing a strange monkey-like creature known as Bigfoot. Deməli, for many years, bir neçə illərdir ki, bəzi insanlar Şimali Amerikada Bigfoot kimi tanınan bir meymuna bənzər bir qəribə məxluqun gördüklərini məruzə ediblər, deyiblər. It is believed that Bigfoot is very tall and enormous. İnanılır ki, Bigfoot çox hündür və böyükdür. It has brown hair and walks on two legs like a human. Onun mavi, daha doğrusu qəhvəyi saçları, tükləri var və
İki ayaq üzərində gəzir insan kimi. Scientists claim that Bigfoot is not real. Alimlər iddia edirlər ki, Bigfoot real deyil. But people who have seen Bigfoot believe that it really exists. Amma insanlar, yəni onu görən insanlar deyirlər, inanırlar ki, o həqiqətən mövcuddur. The story is Bigfoot began in 1958 when a construction worker in California found large and mysterious footsteps on the ground. Deməli bu hekayə necə başlayıb? 1958-ci ildə Kaliforniyada tikinti işçisi böyük və sirli addım izləri tapır yerdə. A local newspaper published an article about the mysterious footsteps and soon the story spread to other parts of the world. Deməli, yerli bir qəzet yazarı məqalə dərc edir bu sirli ayaq izləri haqqında və bu hekayə tezliklə dünyanın digər hissələrində də yayılır. Soon people throughout the North America began to report that they also saw Bigfoot. Tezliklə insanlar, bütün yəni Şimali Amerikadakı insanlar başladılar bildirməyə ki, onlar da görüblər həmçinin Bigfoot'u. Beləliklə groups of people known as Bigfoot hunters tried to find this creature. Bu məxluqu tapmaq üçün Bigfoot ovçuları adlı insanlar, bir qrup insanlar başladılar o məxluqu tapmağa çalışmağa. On October 20, 1967, two men claimed that they filmed Bigfoot near the area called Bluff Creek. 1967-ci il 20 oktyabrda iki adam iddia edirdi ki, onu çəkiblər də, yəni Bluff Creek adlanan ərazi yaxınlığında çəkiblər, lentə alıblar. The video showed a large hairy creature walking on the forest. Meşədə gəzən tüklü bir məxluqu göstərir video. Videoda göstərilir. There are still some discussions whether this creature is real or not. Orada bəzi hələ də müzakirələr gedir ki, bu məxluq realdır yoxsa yox. It seems that these discussions will continue for a long time. Belə görünür ki, bu müzakirələr uzun müddət davam edəcək. Səhvi istəyir bizdən. Some people consider that Bigfoot is real. Bu doğrudur. Yəni bəzi insanlar inanırlar, güman edirlər. Unusual footsteps were found on the ground. Deyir ki, yerdə tapılıb, düzdür. The information yanlışları çıxaq. Bizdən düzləri çıxaq daha doğrusu, yanlış lazımdır. The information about Bigfoot started to spread in 20th century. 20-ci əsrdə, bəli 20-ci əsrdə idi. Sonra discussions about the hairy creature have ended. Deyir ki, müzakirələr, bu məxluq haqqında müzakirələr sona çatdı. Xeyr, hələ də müzakirələr davam edir. Ən sonuncu cümlədə baxın, will continue deyir. 9-cu sualda, how did the two men in North America try to prove that they saw Bigfoot? Necə sübut etməyə çalışdılar? They filmed Bigfoot walking in the city center, şəhər mərkəzində. The video, deməli, two men claims that they filmed Bigfoot near the area called Bluff Creek. Baxaq, adı nədir? They filmed the hairy creature on video. Videoya aldılar. They interviewed people who saw Bigfoot. Yox. İki insan. Orada baxın, deməli, two men claims that they filmed Bigfoot near the college. Large hairy creature walking göstərirdi videoda. Ona görə cavabımız nə olacaq? A variantı. C-də deyir ki, onlar şəkillərini çəkiblər. D-də deyir ki, onlar məqalə yazıblar. Y-də də city center şəhər mərkəzi deyildi, meşə idi. Daha doğrusu o ərazi. What is the passage mail about? Mətn nə haqqındadır? Yerli məqalə haqqında deyil. A big man with long brown hair. Deməli, mavi tüklü, uzun adam. A strange creature in North America. Cavab D variantıdır. Yəni, insan deyil o. İnsana bənzəyir, amma insan deyil. Çaşdırıcıdır burada cavablar. Cavab D. Once a number of reports about the hairy creature increased, Bigfoot hunters decided that it was hiding in the woods. Went to the place it was seen before, thought about hunting it, decided to look for it. Deməli, onlar nə etmək qərarına gəlir? So, groups of people known as Bigfoot tried to find this creature. Tapmağa çalışdılar. Yəni, axtardılar. Cavab D variantı. Keçək 12-ci suala. Which statements are true according to the passage? People from South America claim that they saw Bigfoot. South America yox, North America. Scientists don't think that Bigfoot is a real creature. Düşünmürdü ki, real yaratıqdır, düzdür. Onlar düşünürdülər ki, belə bir şey mövcud deyil. Bigfoot has brown hair and it walks on four legs. 4 ayaq üzərində gəzmir. Bigfoot is believed to be a huge creature which looks like a monkey. Düzdür. Cavab olacaq 2-4. Keçək qrammatika suallarına. Mary saw a yellow car in the park.
Cavab A-dır, düzdür. Deməli, parkda sarı maşın gördü. Keçək, which words means a plant? Plant bitkidir. 2 və 4 cavab olacaq D variantı. 1 qışdır, 2 ağacdır, 3 tıxacdır, 4-dəki gül. Masla to işlənməz. Kim yazıbsa yanlış yazıb. Can to, may to işlənməz. Have to ilə işlənər. Cavab C qaldı. I think you should spend more time with your children. Düşünürəm ki, sən uşaqlarınla çox vaxt keçirməlisən. Jane didn't invite. Bir cümlədəki inkar işlənməz, no-ları çıxırıq. İnkardan sonra sam işlənməz. Anybody, anything arasında qalsaq, dəvət edirsə heç kim olar. Cavab oldu D variantı. Choose a pair of words with negative meaning. Rude, impolite. Cavab C düzdür. Beneficial faydalıdır, müsbətdir. Perfect əladır, tasty dadlıdır, honest dürüsttür. Cavab C variantı. Books do you usually read? Is Mr. Wilson feedback? What books do you usually read? Hansı? What is Mr. Wilson feedback? Cavab olacaq C variantı. Sonra keçək 19-cu suala. Attack hücum etməkdir. Burada olacaq start fighting or hurting somebody. 1-ə gedəcək B. Keçək improve inkişaf etdirməkdir. Make somebody better than before. 2-yə gedəcək C. Cavab olacaq B variantı. If you within the office hours, deməli someone və baxaq görə. If you call within the office hours, someone will answer the phone. Cavab 1 düzdür. Will call bağlayıcı sağ tərəfi gələcək olmaz. Deməli bitmişliklər yanlışdır. Cavab olacaq 1, 4. B variantı. Keçək 20. Birinci suala. The room was decorated with toys olacaq. Deməli oyuncaqlarla bəzəndi, yəni. Və there is zira ifadəsi özündən sonra gələn isimdən asılıdır. Deməli, sayılmayan isim soruda olacaq. Is və was 1, 3, Y variantı. Burada da with olmuşdu. Keçək 23-cü suala. Məchul növ istəyir. Sally made monthly payments to the bank. Olacaq. Sally olduğu kimi qala bilməz deyə mübtədanı çıxırıq. Olacaq. Monthly payments were made. Keçmiş zamandadırsa were made olacaq to the bank. 2 doğrudur. The bank was made monthly payments. Were made to Sally. Yox. 4 yanlışdır. The bank was made monthly payment. Banka deməli aylıq ödənişlər ödənildi. Cavab olacaq 2, 3. A variantı. Keçək 24-cü suala. Destroy dağıtmaq, məhv etmək, encourage cəsarətləndirmək, ruin də dağıtmaq, scroll sürüşdürməkdir, vərəqləmək, spoil-dakı elə o da zərər vermək, dağıtmaq kimi. Yaxın mənalar olacaq 1, 3 və 5 olacaq. Cavab Y variantı. I was late, I took the wrong bus. Mən gecikdim və daha doğrusu I took the çünki yanlış avtobusu elədiyim üçün, seçdiyim üçün. As, because cavab 1, 4. Deməli, as və because ikisi varsa, ikisi doğru hesab olunur. Çünki eyni məna bildirirlər. Keçək şəklimizə. Nə qura bilərik burada? Baxırıq ki, 3 dost çadırın ətrafında əyləşib, hava günəşlidir. Sonra baxırıq ki, havanın dəyişib, üşüyürlər deyəsən, islanırlar, yağış yağır yəqin ki. Və 3-cü şəkildə də valideynləri onlara köməyə gəlir, yəni. Və sevinirlər, üzləri gülür. Belə deyə bilərik ki, one sunny day, 3 friends went camping. They sat outside their tents, talking and enjoying the warm weather, the sunny weather. Suddenly the sky turned gray and it started to rain. Yağış yağmağa başlayır. The children felt sad because they were getting wet. Və yaxud da cold, soyuqladıqları və ıslandıqları üçün. And fortunately, their parents help them. Köməyə gəlir, onlara kömək edir. Belə. And they became very happy.
Çox xoşbəxt olurlar. Bu da belə.